Hər vaxtınız xeyir. 137-ci sualın izahına baxırıq. Bundan əvvəlki sualların izahını paylaşmışam kanalda. Baxmayanlar keçib ona baxa bilərlər. Mən isə 137-ci sualın izahına başlayıram. Bu sual özündən qabaqki, özündən əvvəlki suallara nisbətən bir qədər çətin hesab elədiyim sualdır. Bax, bu 3 suala nisbətən. 4-cü 137-ci sual bir qədər onlara nisbətən çətin hesab elədiyim sualdır. Amma yəni prinsip eynidir əslində. Mən bu 130 bax əvvəlcə yazıram burada. Qovşağın IP-si 76.155.48.1-dir. Bu qovşağın IP-sidir. Şəbəkənin IP-si isə 76.155.48.0'dır. Fikir verin. Cəmi bir yerdə, yəni 4-cü baytda fərqliliyi var. 3 dənə bayt eynidir. Mən 134-cü sualın və bizdə burada soru ikincisi fərqli maska qiymətində mümkündür. Bu o demək deyil ki, burada bir yerdə belə fərqli moment var. O demək deyil ki, yalnız bir dənə fərqli maska ilə bunu etmək mümkündür. Şimdi baxacağıq. 134-cü sualın izahını verəndə demişdim ki, IP-nin qovşağın IP-sinin baytı ilə şəbəkə ünvanının baytı eynidirsə, dərhal maskanın həmin o uyğun baytını 255 götürürsünüz. Bax, görürsünüz, burada 224 dəyər ikisində, həm qovşaqda, həm şəbəkədə maskanı 255 götürmüşdük. Sonra ikinci bayt qovşaqda 32, şəbəkədə də 32-dir. Ona görə maskanın da ikinci oktetini 255 götürmüşdük. İndi amma bu üçüncü baytda fərqlənə bilər. Çünki bax, burada dördüncü bayt sıfırdır. Niyə görə fərqlənə bilər? İndi onun izahını verəcəm. Baxın, burada baxmayaraq ki, üçüncü baytlar eynidir. Amma o demək deyil ki, mütləq maska, mütləq burada 255 olmalı. İlk ikisində 255 olacaq o heç. Niyə görə? Çünki baxın, maskanın yazılışı necədir? Bax, 255 8-ə 1 deməkdir. Nöqtək 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu ikinci oktet. Üçüncü oktetdə də 48'in yerini, yəni 48'ə görə burada 255 ola da bilər, olmaya da bilər. Niyə? Çünki maskanın yazışında soldan sağa birlər gedir, sonra sıfırlar gəlir. Yəni bu birinci şəbəkəyə aid olanlar yazırıq, sonra hosta və yaxud qovşağa aid olanlar yazırıq. Yəni 1, 1, 1, 1, 1, nisbətən 3, 5, 6, 7, 8. Sonra axırda mütləq nə olacaq? İndi axırda da yenə sıfırlar tam hamısı sıfır ola bilər, hamısı hosta aid ola bilər və yaxud axırıncı oktetdən də şəbəkəyə vermək olar. İndi baxaq, bunları silirik. Tam başa düşəcəksiniz indi nə demək istəyirəm. Baxın, 76 ilə lap birinci oktetdən başlayıram. 76 çevirirəm kilisa sisteminə. Oldu 64 üstə gəlinsin, 16 da düz 12, 64 üstə gəlsin, 8 üstə gəlsin, 4 deməkdir bu. 1, 0, 0, 1, 1, 0, 0 deməkdir. O 76 budur. Və dedik ki biz qovşağın IP-si, IP, and, mask, maskanı bilmirəm, x yazıram yerinə. X bizə verir nəyi? Şəbəkəni. Şəbəkədə də 76-dır. Şəbəkəni verir. O 76 and x verir bizə 76-ını. Bu bir neçə halda mümkün ola bilər, amma birinci oktetdə olduğuna görə yalnız 255 olacaq. Niyə? Çünki bax, dedi axı 1, 1, 1, 1 gedir. Növbəti oktetə keçəndə burada da birlər var. Burada da birlər varsa bunun tərkibində eləməli ki 0 olmasın. Çünki 0'ın başladığı yerdən
Qalanların hamısı 0 olmalıdır. Aydındır. İndi baxırıq. 76-nı yazıram. 1, 0, 0, 1, 1, 0, 0 və 1, 2, 3, 4, 5, 6, 7 dənə, 7 dənə. Bunun qabağına bir dənə 0 atmaqla 8-i tamamlayırıq. Çünki hər aktiv 8 bitdən ibarət olmalıdır. And maska, maskanı bilmirəm, x-lərini yazıram yerinə. Yerinə x-lər yazıram və nəticədə şəbəkə alınıb. Yəni 76-nın özü alınıb. 0, 1, 0, 0, 1, 1, 0, 0. Şimdi biz demiştik ki yalnız bir and 1 bize 1 verir. Bak fikir verin. Burada 2 dənə 1 var. Deməli bu 2 dənə x'in yerində 1 olmalıdır ki onların and'i bize 1 versin. Deməli burada 1 olmalıdır bu 2 dənə x'in yerində. Burada 1 varsa bundan qabağa biz 0'a yaza bilmərik maska qaydasına görə. Ona görə o x'lərin də yerinə mütləq 1'lər yazırıq. Və qalanları, qalan 2 dənə x. Qalan 2 dənə x əslində 0 ola bilər. Amma növbəti baytda 1'lər olacağına görə biz burada məcburuq 1 yazaq. 0 yaza bilmərik. Çünki 0'dan sonra biz 1 yaza bilmirik də. Gərək hamısı 0 gedə. Hamısı 0 getsə necə ola bilər ki 155 ilə o bütün onun altına 0'lar yazsaq burada da 155 alınsın. Olmaz axı burada 0 çıxacaq. Ona görə məcburuq ki bura 1 yazaq. Məcburuq ki bura 1 yazaq. Yəni əgər hansısa oktetdən sonra 0 deyilsə, hansısa oktetdən sonra 0 deyilsə, bax 76'dan sonra 0 deyil ki şəbəkə ünvanından söhbət gedir. 76'dan sonra 0 deyilsə və bu qovşağın birinci oktetindən eynisə onun yerinə 255 yazmaq olar. Sonra 155'in özündən sonra 0 deyilsə, 155'ten sonra 0 deyilsə və o qovşağın ikinci baytından eynisə onun da yerində, yəni maskada 255 yazmaq olar. Amma üçüncü bayta fikir verin, özündən sonra 0'dır. Deməli mən burada maskada 255 yaza da bilərəm. 255'ten başqa şeylər də yazmaq olar. İndi ona baxacağıq. Ona görə ilk 2 bayt məcburdur. Məcburdur ki ilk 2 baytı mütləq və mütləq 255 yazaq. Yəni maskada. Qaldı növbəti 2 bayt. Bax fikir verin. 48'i çevirirəm. İkilik sayı sistemi. Bunu 32 üstə gəlsin 16 kimi yazıram. 1, 1, sonra 8 yoxdur, 0, 0, 0, 8, 4, 2, 1, 0. Deməli 48 yazın buradan 1, 1, 0, 0, 0, 0 və burada 6 bitdi. Qabağına 2 dənə 0 artırmaqla 8 bitə tamamlayıram. 48 yəni IP'nin qovşağın IP'si and mask verməlidir bizə bu 48'i. Yəni mask da bilmirəm x'dir. Bilmirəm, bilmədiyimə görə yerinə x yazıram. X'lərimi buraya yazıram. Və bizə verir şəbəkəni. Şəbəkənin özü də 48'dir. Yəni bu yuxarıdakini köçürdürəm aşağı. 0, 0, 1, 1, 0, 0, 0, 0. Aha. İndi biz demiştik ki 1 and 1 bizə 1 verir. Fikir verin. Burada 2 dənə 1 var. Deməli bu 2 dənə x mütləq və mütləq 1 olmalıdır. Başqa variantı yoxdur. Bunlar mütləq 1 olmalıdır. Bunlar 1 ise bunun qarşısındakı x'lər də 1 olacaq məcbur. Maska qaydasına görə 0 ola bilməzlər. Və baxırıq. 0 and 1 həqiqətən 0 verir. 0 and 1 həqiqətən 0 verir. 1 and 1, 1. 1 and 1, 1. Və qalır 4 dənə x. 4 dənə x'in yerində sıfırlar da ola bilər. 4'ün də yerinə 0 yazıram. Çünki 0 and 0 onsa 0 verir. Və bizim birinci maskamız belə olur. Deməli 255 yazmışıq da 255 255 nöqtə bax 3-cü baytın maskası yəni birinci maska belə olacaq. Hətta bunu yazıram bir qıraqdan
Baxın, bunu silək. Buraları silək, elə ki. Silək buraları. Aha. Deməli, qələmin rəngini dəyişirik, yazıram birinci variant. 255, 255. Bax, bu neçədir? 4 dənə 1, 4 dənə 0. Yəni, olacaq bu 128 üstə gəlsin 64, üstə gəlsin 32, 320, 224, üstə gəlsin 16. 240 deməkdir bu. Nöqtə 240, nöqtə 0. Hələ ki, axırıncını 0 götürürəm də. Çünki bu 1 ilə, bu 1-in qabağına 7 dənə 0 yazırıq, 8-i tamamlayırıq. Və bunun altına sıfırlar yazsam, nəticə, yəni and, bax 1, and, həmin o sıfırlar, nəticə şəbəkənin sıfırını bizə verir. Ona görə hələ ki, axırıncı baytı 0 qəbul edirəm hələ ki. Və bu bizim birinci maskamız. Bu maska, birinci maskamız budur. 255.255.240.0. Bu bizim birinci maskamız. İkinci variantımız ne olabilir? Bak burada 4 tane 0 yazmışım. Çünkü 0 and 0 0 verir. Ama 0 and 1'de 0 verir axı. Ne edirik? Soldan sağa sıfırları bir silərək yerine 1 yazırıq. Bak yazıram bir dənə bura 1. 0 and 1 bizə həqiqətən də 0 verir. Ona görə ora 1 yaza bilərəm. Oldu. Artıq 5 dənə 1. 5 dənə 1-dirsə, burazan 240 idi. Yəni 128, 64, 32, 16. Növbəti 2-nin qüvvəti 8-dir. Yəni bura bir dənə 1 yazırıqsa, o 240-ın üstünə 8 gələcək. Olur 248. Yəni bizim ikinci maskamız olur 255.255.248.0. Bu bizim ikinci maskamız. Hələ ki buranı silirəm. Sonra üçüncü maskamız. Yenə buradan sıfırın birini silirik. Yenə buradan sıfırın birini silirik. Yerinə 1 yazırıq. Artıq deməli burazan neçə idi? 248 idi. Bax 128, 64, 32, 16, 8 növbət dəfə üstündə 4 gələcək. 2-nin növbəti qüvvəti. 248 idi burazan. Üstündə 4 gələndə 252 edir. Yazırıq 255.255.252.0. Bu bizim üçüncü maskamız. Sonra dördüncü maska. Yenə buradan sıfırın birini silirəm. Sıfırın birini silirəm. Yerinə 1 yazıram. Və onda axırda dəfə 4 gəlmişdi üstünə. İndi 2 gələcəm üstünə. 252-nin üstünə elə bir 2 gəlirəm. Bax, buradakı 252-nin üstünə 2 gəlirəm. Yazıram 255.255.252-nin üstünə 2 gələndə 254 edir. 254.0. Bu bizim dördüncü maskamız. Sonra 5-ci maska. Axırıncı sıfırda silirəm, yerinə 1 yazıram. Və yerinə 1 yazıramsa 8 dənə 1, 255 deməkdir. Olur 255.255.255.0. İndi diqqətli olun, baxın. Bu maskaların 5-inin də sonu 0'dır. Çünki, bax, deməli, burada şəbəkənin sonu 0'dır. Biz 1'i 0'a çevirən, deməli, 1'in qabağına bayaq yazmışdım burada. 7 dənə 0 atırıq. 3, 4, 5, 6, 7 dənə 0 atırıq. Bunun altına biz sıfırlar yazsaq, nəticə 0, 0, 0, 0, 0, 0, 0 verir. Yəni, şəbəkənin sıfırını alırıq. Ona görə bu 5 dənə maskanın sonunda 0'dır. Amma şəbəkənin sıfırını almaq üçün bu sıfırların altında mütləq 0 olmalıdır mı? Xeyr. Yalnız sonuncu 0 mütləq 0 olmalıdır ki, 1 ilə 0'ın əndi bizə 0 verir onsuz. Yəni, bura 1 yazsaq 1 alınlar. Onda maskanın yazışı pozlar. Heç burada şəbəkədə 0 alınmaz. Ona görə burada mütləq sonuncu 0 olmalıdır. Amma sonuncudan qabaqçı simvolların 0 olması mütləqdirmi? Xeyr. Deməli, biz nə edirik? Burada da
bu qaydanı tətbiq edirik. Bir-bir soldan sağa sıfırlar silərək yerinə 1 yazırıq. Yazıram. Bu sıfırı silirəm. Yerinə 1 yazıram. Onsuz sıfırdan 1 yerinə yenə də 0 verəcək də bizə. Yəni burada nəticə dəyişməyəcək. Yenə də şəbəkə 0 qalacaq. Deməli, belə olan halda alınır 1, arxasında 7-dən 0. Bu 128 deməkdir. 128. Yəni bizim növbəti maskamız, birazdan 5 dənə maska var idi. Bizim növbəti maskamız olacaq, fikir verin. 6-cı maskamız olacaq. 255 255 255 255 255 və artıq 0 yox, 128. Çünki 0 olan bütün variantları burada yazmışıq. 5 dənə variant var. Axırı 0 olan 5 variantı buraya yazmışıq. İndi 0 olmayan variantlar yazırıq. Axırı 0 olmayan variantlar maska üçün. Maskanın axırı 0 olmayan variantlar yazırıq. Və bu 6-cı maska olur bizdə. Sonra yenə bu 0-ın birini silirik, yerinə 1 yazırıq. 0 and 1, yenə 0 verir, yenə şəbəkə 0 olur, onsuz da dəyişmir. O zaman bizim 7-ci maskamız alınır. 1, 1, 0, 0. Bax, təkcə 1 olanda 128 idi. Üstünə bir dənə də 1 yazırıq yanına, oldu 64. 128-in üstünə 64 gələndə 192 edir. Yəni, bizim növbəti maskamız olacaq 255, 255, 255 və 192. Bax, 2 dənə 1 olduğuna görə oldu 192. Sonra növbəti 0 silirik, yerinə 1 yazırıq və bu dəfə üstünə 32 gəldik 192-nin üstünə. Yəni, birazdan 192 idi. Üstünə 32 gəldik, olur 224. Yəni, bizim növbəti maskamız olur. 8-ci maskamız olur. 255, 255, 255 və 192-nin üstünə 32 gəldik də, oldu 224. Növbəti maskamız budur. Sonra yenə 0 silirik, yerinə yenə 1 yazırıq və artıq 4 dənə 1 var. 128 üstə gəlsin 64 oldu 192, üstə gəlsin 32 oldu 224. Növbəti dəfə 16 gəldi üstünə. Olur 240. Yəni 9-cu maskamız olur 255, nöqtə 255, nöqtə 255, nöqtə 240. 10-cu maskamız, buradan bir dənə 0-ın birini yenə silirik, yerinə 1 yazırıq. Bu dəfə üstünə 16 yox, 8 gəldik. Buradan 240 idi, üstünə 8 gələndə olacaq 248. Yəni, yazırıq 255, 255, 255 və 248. Bu 10-cu maskamız. Sonra 11-ci maskamız və 12-ci maskamız hələ ki var yazaq. Deməli, 0-ın birini sildik, növbət dəfə yenə 1 yazırıq yerinə. Artıq bir dəfə üstünə, deməli, axırı dəfə 8 gəlmişdi. Deməli, 128, 64, 32, 16, 8. Bu biri yazanda üstünə 4 gəldik bu dəfə. Üstünə bu dəfə 4 gəldik. Yəni, nəyin üstünə? Axırıncı qiymətin üstünə, 248-in üstünə 4 gəldik. Yazırıq ora. 255, 255, 255 və 248 üstünə 4 gəldi, 252. Sonra növbəti maskamız yenə burada 0-ın birini sildik, yerinə 1 yazırıq. O zaman deməli burada 4 gəlmişdi, axırıncı qiymətin üstünə. Burada indi 2 gələcək. Yəni 252-nin üstünə 2 gəlib bura yazılacaq. Olacaq 255, 255, 255 və 254. Amma axırıncı 0-ı silə bilmərik. Çünki demişdik ki, 1 and onu 0-ı silib 1 yazsaq, onda 1 qalır burada. Onda şəbəkə 0-dan çıxır, şəbəkə 0 olmur onda. Ona görə axırıncını mütləq 0 olaraq saxlamalıyıq. Və bizim ümumilikdə 5 dənə maskamız burada, 7 dənə də maskamız burada. Ümumilikdə 12 maskamız alınmış olur. Deməli, 12 fərqli maska qiymətində bu hal mümkündür. Ümidvaram aydın oldu. Bu biraz özündən əvvəlki suallardan yenə də deyirəm. Özündən
əvvəlki suallara nisbətən biraz çətin idi. Çətin deyəndə vaxt aparandır. Amma yəni bilməkdə fayda var. Sağ olun. Və sonda onu demək istəyirəm ki, bu videolara baxarkən zəhmət olmasa sonda bir like belə olsa qoyun ki, yəni zəhmətə, əməyə qiymət kimi, yəni qiymət olsun. Mən də bundan motivasiya alıram. Sağ olun.